Uzun illər səhər yeməyi yeməyən, aralıq orucu edən proqram üzvümün hekayəsini bölüşmək istəyirəm sizinlə ki, səhər yeməyini yeməyə başladıqdan sonra həyatı tamamilə dəyişdi, həmçinin görünüşü də. İlk konsultasiyamızda o səhər yeməyini qəsdən yemədiyini deyirdi ki, aralıq orucuna görə gündə 2 dəfə qidalanmaqla kalorini günün daha çox günorta və axşam saatlarına tıkladığını bildirmişdi. Amma günün davamında isə bu tam fərqli olurdu. Günortaya yaxın enerjisi tükənirdi, daim yemək haqqında düşünürdü. Axşam isə o qədər ac olurdu ki, özünü saxlamaq çox çətin idi və çox zaman da şam yeməyini sürətli yeyirdi və bəzi günlər isə o qədər özünü ac hiss eləyirdi ki, təzədən yenə mətbəxə qaydırdı. Biraz bunu da yeyim, daha heç nə yemərəm deyirdi və sonra isə iradəsinin zəif olmasıyla özünü günahlandırırdı. Amma əslində problem iradə deyildi. Problem günün ilk yarısında bədənin ehtiyaclarını qarşılamamasında idi. Biz onunla heç bir sərt pəhriz tətbiq etmədik, sadəcə bir dəyişiklik etdik. Günə kifayət qədər protein, lif və sağlam yağla zəngin, balanslı səhər yeməyi ilə başladıq. Düzü ilk həftə buna inanmırdı. Amma ikinci həftədə özü artıq deməyə başladı ki, Aygün xanım, mən daha çox da acmıram, boyu artıq yeməyi düşünmürəm, enerjim artıb, axşam şirniyyat istəyim demək olar ki, azalıb və artıq həddindən artıq yemək yemək vərdişi tamamilə zamanla yox olmuşdu. Burada bir nüans da var ki, təkcə səhər yeməyə başlamaqla bu böyük dəyişiklik olmamışdı. Bu həmçinin və öz bədəninə qarşı işləməyi dayandırıb, bədəni ilə işləməyi öyrənmə bir prosesi idi. Çox vaxt hər yol daha az yemək deyil, bədəninizin həqiqətən nəyə ehtiyacı olduğunu anlamaqdır və bunu da müxtəlif diyet proqramlarını dəyişməklə deyil, bir qida koçundan dəstək almaqla bədəninizin ehtiyaclarına uyğun qidalanmanı öyrənməklə və həyat tərzi vərdişləri qazanmaqla siz də əldə edə bilərsiniz. Əgər gün ərzində enerjisizlik, axşam güclü aclıq və şirniyyat istəyi yaşayırsınızsa, bəlkə də bu problem düşündüyünüzdən daha fərqlidir. Rəylərə analiz yazın, birlikdə araşdıraq.